Bu təyin oblastı. Nə idi təyin oblastı? Loqaritmanın ümumiyyətlə. Loqaritmanın ümumiyyətlə təyin oblastı nə idi? Əsası sıfırdan böyük. A da sıfırdan böyük. A 1 olmaz. A da birdən fərqli. Deməli, biz bərabərsi hələ həll kimi düşünsək. X plus 2 də sıfırdan böyük olsun, hələ tələsməyək. 10 çıx X də sıfırdan böyük olsun. X plus 2 də 1 olmasın deyirik. Hələ bir buna baxaq. Onda X nə olur? Mənfi 2-dən böyük. X nə olur? 10-dan kiçik. Onda mənfi 2-dən böyükdürsə, 10-dan kiçikdirsə, bu əsas 1-dən böyük olmur. Elə mi olur? Ya yox. 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 Çünki mənfi 1 tam onda neçə seçsək, o 1-dən də balaca ola bilər. Düzdürmü? Birinci təyin oblastında bu olacaq. Yəni buna fikir verməli. İkinci nə edəcəyik? Deyəcəyik 2, 1. X plus 2 sıfırdan böyükdürsə, sıfırdan yox, 0 sayın. 1-dən böyükdürsə, yəni bu bərabərsə ikisinə. Onda 10 çıx X nə idi? 1-dən böyük olsun. Çünki 0-ı 1-də alırdı. Onda buradan X böyükdür, mənfi 1, X kiçikdir, 9 mu olur? Ödəyir. Mənfi 1-dən 9'u ödəyir. Ödəyir. Təyin oblastında ödəyir. Hər bir şey ödəyir. 2. Bura 0 ilə 1 arasında olsa, onda bura nə olacaq? 1-dən kiçik olacaq. Bu da mümkün deyil. Mümkün niyə deyil görək? Buradan X böyük bərabərdir, mənfi 9 olur. Bu da mümkün deyil. Elə deyil. Orada 10 çox. Deməli, izah həll nə oldu? Bu. Mənfi 1, 9. Məsələn, digər buna daxil olan, nə bilim, tam ədədlərin sayındır. Orada 0-dan 9'a qədər. Çünki kökün altında olduğuna görə mütləq özü də nə olmalıdır? 0-dan böyük bərabər olmalıdır. 27'də belə.